Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Bugün Kəlbəcər şəhərinə 32 ailə, 139 nəfər qayıdır. Onlar Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə dövlət başçısına təşəkkür ediblər. O dağları gedək gəzək, o dağlarda Allah ömür versin gedək. Şəhidlərimizin yeri cənnət məkan olsun, qazilərimize Allah şəfa versin. Əmin amanlıq yaradıbdır. Bu günü bir də Azərbaycana göstərməsin Allah. Allah düşmənlərimiz yenə də zəlil olsun. 1993-cü ildə Kəlbəcərdən çıxarkən 23 yaşım var idi. 2 dənə balaca 1-2 yaşında övladım var idi. Çox çətinliklə gəldik. Yəni o günləri xatırlamaq bugün istəmirəm. Bugünkü gün sevincimizin həddi hududu yoxdur. Bugün vətənə gedirik. Vətən bizə qucaq açır. Çox şükür bu günə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah dövlətimizi qorusun, millətimizi qorusun. İnşallah Kəlbəcərimiz gözəl abadlaşır. Bundan da gözəl olar Allahın köməkliyi ilə. Bu günümüzə çox şükür ki, biz vətənimizə, səfalı yurdumuz Kəlbəcərə qayıdırıq. Allah təala o torpaqları bizə bəxş elədi. Mən orada gedəcəm, orta məktəbdə müəllim işləyəcəm. Buna da çox sevinirəm ki, orada öz Kəlbəcər, ana yurdum olan Kəlbəcər balalarına dərs keçəcəm.